Salam əzizləyicilər, gözəl model, gözəl dizayn, 4 otaqlı, monolit beton, isti pol, kürsülü, həyətin navesi, 160 kvadrat torpaq sahəsi, 150 kvadrat evin sahəsi. Evin torpağın kupsası var. Qoşa kubik, 5-6 daş kürsülü, zirzəmisi, istilik sistemi, kombisi, həyətin trapı, həyətdə istifadə olunan deməli, su krant yeri, ətraf yaşayış, mərkəzi kanalizasiya, Masazırın giriş massividir. Cantəpə deyilən ərazidir. Masazın ən hündür ərazilərindən biridir. Ətrafında belə deyək, nəmişlik yox, göl yox, qəbirstanlıq yox. Ətrafı hamısı çox gözəl evlərlə əhatə olunubdur. Yaşayışlıdır. Mərkəzi kanalizasiyası, qazı, suyu, işıq, bütün sayğacları hamısı qoyulub. Balkonlu evdir. Bax, belə bir gözəl model, gözəl dizaynda. Əzizləyicilər, 150 kvadrat evin özüdür, 75 aşağı, 75 yuxarı. Torpaq sahəsi də evlə bir yerdə 160 kvadratdır. Torpağın da, evin də kupçası var. Evə qeydiyyata düşə bilərsiniz, ipotekada yaralı. Yəni, pasportu var, sənədi var, sübutu. Tam təmirli giryaşa evdir. Mərkəzi yola da, belə deyək, marşrut yolu 569 sayılı. Marşruta da bir 300-400 metr məsafəsi olar. Yanında da bir evimizdə var. Eyni layihədir. Əzizləyicilər, evdə 4 otaqlıdır. Gözəl modeldə, gözəl qiymətli, münasib qiymətli. Həyətin işıqlandırılmasına kimi hamısı qoyulub. Naves də inşallah təmin və təmir olunubdur. Buradan da sizə qonaq otağını göstərirəm. Belə bir gözəl modeldə qonaq otağı var. Pəncərələri öz həyətinə baxır, əzizləyicilər. Ətrafda yaşayışdır. Qiymət də münasib bir qiymətdir. Qiyməti bu dəqiqədə deyərəm, sonra maraqlı olmayacaq. Ev ümumən birinci mərtəbə beton tökülüb, ümumən. Hamısı betondur. İsti poldur hamısı. Turbalar hamısı çəkilib, xəttlər çəkilib. İkinci mərtəbəyə qalxan pilləkənidir. Koridoru da gördüyünüz kimi genişdir. Bu hissədə istəsəz qəşəng şkaf yığdıra bilərsiniz. Yeri çox gözəldir. Yəni, mən olsam, bura inşallah örgədim olmasa, gözəl bir şkaf yığdırardım. Paltar, ayaqqabıların qoyulması üçün geniş bir yerdir. Bura, deməli, sanuzeldir. Belə bir gözəl rəngli qranitlərlə model verilib. Qonaq otağıdır. Deməli, bura qonaq otağı. Şəbəkə pəncərə ilə. Mətbəx. Hamısı isti poldur.